Qrammatikadan 15-ci dərsə baxaq. Tablitsa 1. Novi qlaqolu, yeni feillər. Vidit görmək, spişit tələsmək, naxaditsə yerləşmək deməkdir. Ya viju, ты видишь, он видит. Mən görürüm, sən görsən, o görür. Мы видим, вы видите, они видят. Biz görürük, siz görürsünüz, onlar görürlər. Видел kişi cinsi keçmiş zamanda. Видела qadın cinsi keçmiş zamanda. Видели cəmdə keçmiş zamanda gördü deməkdir. Gördü, gördülər. Спешу tələsirəm deməkdir. Спешу, спешишь, спешит. Спешим, спешите, спешат. Спешил, спешила, спешили. Şəxsə görə hallandırırıq. Находиться yerləşmək deməkdir. Я нахожусь, находишься. Он, она находится. Мы находимся, вы находитесь. Они находятся. Находился, находилась, находились. Tablitsa 2-yə baxaq. Окончание предложного падежа. Çıxışlı xanın sonluğu. Əvvəlcə kişi cinsinə baxaq. Mujskoy rod. Burada yazıbdır. Samitlər, yığlar, müəkkəz znaklar hamısı E-yə keçdi. Qadın cinsinə baxaq. A-lar, ya-lar, Y-yə keçdi. Müəkkəz znak 1 İ-yə keçdi. İ-ya ilə bütün isimlər 2 İ-yə keçdi. Orta cinsdə O-lar, Y-lər, Y-yə keçdi. İ-yə ilə bitən sözlər 2 İ-yə keçdi. Misallara baxaq. Deməli, bunu qısa olaraq belə də deyə bilərik. Çıxışlı halda İ-ya, İ-yi, müəkkəz znak qadın cinsində 3 sonluq İ hərfinə keçir. Bundan başqa hamısı E hərfinə keçir. Qısa. Harda sualına cavab verərkən isimlər olur çıxışlı halda, bilirsiniz bunu. Misal üçün, bunun üzərindən də misallara baxaq. Где в городе, в музее E-yə keçdilər. Где в аптеке, в деревне E hərfinə keçdilər. Amma ploşad Россия, ploşad qadın cinsində müəkkəz znakla bitən sözdür. Rusiyada İ-ya ilə bitdiyi üçün где sualına cavab verərkən na ploşadi в России olacaq İ hərfinə keçdi. Что в письме, где в море, что yox, где в письме, где в море. Məktubda, dənizdə deməkdir. Yenə də O-lar, Y-lər Y-yə keçdi. Gördüyünüz kimi bici zdaniye İ ilə bitdiyi üçün keçdi v zdaniye. Где в zdaniyye olacaqdır. Keçdik tablitsa 3-ə. Tablitsa 3-də смотреть feilinə baxın. Burada deməli bizə повелительные наклонения feilin əmr forması deməkdir. Feilin əmr forması deməli feilin birinci infinitivini verib. Görürsünüz, infinitiv, yəni məsdər forması. Amma sonra yazıbdır. Forma ani, yəni o ani olanda üçüncü şəxsin cəmində hansı şəkilçini qoyuruq? Həmin şəkilçini sildik. Üçüncü şəxsin cəmində, yəni onlar deyəndə hansı şəkilçi olur? At, yat, ut, yut dördündən biri olur əsasən. Yatı sildik. Smotr, yat. Deməli, əgər mən üçüncü şəxsin cəmində qəbul etdiyi şəkilçini silərsəm və sözün kökü samitlə qalarsa, bu samitə İ saitini əlavə edirəm. Amma əgər sözün kökündə sait qalarsa, saitin sonuna Y samitini əlavə edirəm. Məsələn, smotriyat, yatı sildim, smatri, samitin sonuna İ əlavə etdim. İdut, utu sildim, İd, D samit olduğu üçün idi bura gəl deməkdir. Pişut, utu sildim, piş yenə də samit qaldığı üçün pişi yaz deyirəm, əmr forması alınır. Qavaryat, R yenə samit olduğu üçün qavaryi danış deməkdir. Делают, делай, читай, слушай, покупай. Hər dəfə sait qaldığı üçün samit əlavə etdim. Aşağıda bizdə görürsünüz, есть, pit, готовит. Есть yemək yemək, pit içmək, готовит. Bu feillər istisnadır. İsключение istisna deməkdir. Yeş, pey, готов. Yi, iç, hazırla deməkdir. İstisnalar hər dəfə əzbər öyrədilir. Və baxırsınız, indi повелительные наклонения v, yəni cəmdə olarkən əmr forması necə düzəlir? Təkdə əmr formasında hansı feili aldıqsa, onun sonuna T artıracaqsınız. Burada artıq fərq etməz. Saitlə bitdi, samitlə bitdi, yaxud da istisna feillərdir. Fərqi yoxdur. Смотрите, идите, смотрите мне, mənə baxın. Идите сюда, bura gəlin. Пишите,
Yazın. Говорите быстрее. Tez danışın. Так, делайте, yerinə yetirin, читайте побыстрее, tez oxuyun, слушайте мне, mənə qulaq asın, покупайте tovar, mal alın, ешьте побыстрее, tez yiyin, пейте воду, su için, готовьте уроки, dərsləri hazırlayın və s. Bu oldu feilin əmr forması.